Hər kəsə salam. Bugün sizlərin qarşısına tək keçmişəm. Gülürəm, niyə gülürəm? Mövzunu öyrənəndə siz də güləcəksiniz. Düşünürəm ki, məni sevənlər mənlə bir yerdə həyəcanlanacaqlar, mənlə bir yerdə güləcəklər, mənlə bir yerdə stres keçirdəcəklər. Bugün Şəhriyarı yoxlayırıq. Baxaq görək Şəhriyar Fərəcov mənə xəyanət eləyəcək, yoxsa yox. Əgər xəyanət eləməsə, hal-hazırda mətbəxdədir, 2 otaq o tərəfdədir. Əgər xəyanət eləməsə, əgər bu sınavdan Türklər demiş keçsə, mən ona 14 fevralda çox möhtəşəm bir hədiyyə hazırlamışam. Amma əgər bu sınavdan keçməsə, bunu düşünmək belə istəmirəm. Amma insanlıq halda da zaten insan olduğumuz üçün bu dünyaya gəlib düşmüşük. Mələk olsaq burada olmazdıq. Hər şey gözləyirəm. Yəni özümü çox eləməyəcək, heyecanlıyam, özümü nasıl deyil. Eləməyəcək deyə də bilmərəm. Çünki sonra belə deyib xəyal qırıqlığına uğramaqdan çox qorxuram. Amma İnanıram, inanmaq istəyirəm ki, mənə qarşı bu hərəkəti eləməz. Çünki mövzu təkcə sevgidən, mövzu sadəcə güvəndən getmir burada. Ortada bilirsiniz ki, bizim bir arada qalmağımızın ən böyük səbəblərindən biri uşaqlar var və onun mənə eləyəcəyi bu xəyanət əslində uşaqlara etməsi anlamına gəlir. Çünki əgər belə bir şey olsa, yəni böyük ehtimal ki, yollarımızı ayırmaq qərarına gələcəyik. Bəlkə videonun sonunda hər kəs deyəcək ki, afərin, ona halal olsun və s. Amma bəziləri də deyəcək ki, sən lazım idi da, oturmuşsun oturduğun yerdə niyə belə bir şey elədin. Amma mən inanıram ki, Şəhriyar ən azından övladlarına olan sevgisinə və hörmətinə görə bu hərəkəti eləməz. Çünki o uşaqlar mənim ən yaxın rəfiqəmdir. Baxmayaraq ki, bir qanı daşımırıq, amma mən onları öz övladım kimi, öz bacım kimi, öz yaxın rəfiqəm kimi həyatımda bəsləyirəm, böyüdürəm, sevirəm və inanıram, inanmaq istəyirəm. Zaten inancımı da doğrultsa ona həqiqətən çox, amma çox böyük bir sürprizim var. Başlayaq. Təzə nömrə almışam və o yanımızda deyildi. Uşaqlarla getmişdim. Uşaqlardan biri ondan idi. Və getdim nömrə aldım gizlincə və nömrəni taxmışam bu telefona. Bu Rabişin telefonudur. Sağ olsun bu yolda mənə yardım və yataqlıq eləyir. Tak, bir saniyə. Gör məni. Neyse. Bir saniyə. Deməli, indi Şəhriyara yazacağıq. Bu nömrəni bilmir. Təzə olduğu üçün get kontakta da vursa heç kəsin adı çıxmayacaq. Artıq qayd eləmişəm onu. Bəli. Buradadır. Gördüyünüz kimi. Birinci problem. Profil şəkli hər kəsə açıqdır. Mən bunu bilmirdim. İkinci problem, statusu da hər kəsə açıqdır. Mən bunu da bilmirdim. Düzdür, bu nömrələrlə reklam qəbul edirik. Ona görə bu nömrəsini yazıram. Amma reklam qəbul eləsəm belə bir insan niyə profil şəklini açıq qoyar ki? Nəysə. Get cavab yaza bilərəm. Zənglərə anında cavab verməyə bilərəm. Avqustun 3-ü 2024-cü ildə bunu yazıb. İndi görək bizə nə vaxt cavab verəcək. Deməli, planımızı başa salıram sizə. Təzə nömrə ilə Şəhriyara yazırıq. Bəs salam, mən Jasmin. Profilimi də düzəltmişəm. Jasmin Aliyeva. Profil şəkli yoxdur. Ümumiyyətcə qoymamışam. Çox heyecanlıyım. Özümdən asıl deyil uşaqlar. Beynimdə o qədər senari qururam ki, artıq yəni mövzuya odaklanmıram. Bütün bunlar artıq baş verib. Həm pisini yaşamışam xəyalımda, həm yaxşısını yaşamışam.
Amma mənə xəyanət eləsən, sənə söz verirəm, sənin başına elə oyunlar açacağam, elə oyunlar açacağam. Həyatın boyu qarşılaşmadığın dərsi verəcəm sənə. Nəysə. Yazaq birinci salam. Getdi. Deməli, biz Jasmin, yəni mən, amma Jasmin, mən deyiləm, xəyali qızımızın 29 mu deyək, 30 mu? 29 deyək, nə 30 olmasın, nə 20 olmasın. 29 yaşı var. Qəbələdə Efraim istirahət tipli evləri var. Güya business woman-am da mən. Çox imkanlıyam. Hər tərəfdən o qədər dörd-dörtlük bir qadın obrazı yaratmalıyıq ki, ən azından bir yerdə ayağı kaya bilərsə, o yerlərin hamısını vurğulamalıyıq. Hələ cavab yazmayıb. 1 dəqiqə keçdi. Deməli, Qəbələdə bizim əməkdaşlıq elədiyimiz, Şəhriyar hələ bilmir, menecerimlə birlikdə yeni razılaşmışıq onlarla. Əməkdaşlıq elədiyimiz bir Efraim var. Onun şəkillərini göndərəcəm. Deyəcəm ki, bu mənim evlərimdən hələ biridir. Bəs mən Qəbələdə 16 dənə Efraim işlədirəm. Mən istəyirəm ki, siz gəlib bunun reklamını eləyəsiniz. İmенно siz özünüz, ailənizlə birlikdə yox. Və razı qalsam əgər, bütün Efraimlərin reklam işini verəcəm sizə. Təhvil verəcəm sizə nə bilim, telefon verəcəm, maşın verəcəm, hamısı ilə məşğul olmağa çoxlu vədlər verəcəyik və bir evin şəkillərini göndərəcəyik. Menecerim də həmin ev yəsinə tapşırıb ki, birdən internetdə sizi tapsa və soruşsa, maraqlansa, qətiyyən heç bir məlumat vermirsiniz. Müdiriyyət, cavab yazdı. Deməli, ekran kaydını açım. Sizin üçün bura qoyacağım. Bir saniye. Evet, ekran kaydını başlattım. Yazırıq. Sizi narahat edən Jasmin Aliyevadır. Reklam və işbirliyi ilə bağlı Şəhriyar bəylə görüşə bilərikmi? Göndərdim. Görənə cavab verəcək. Bir quş niyə getdi? Ayaq yoluna girib görəsən. Ab üçün telefon zəngiləri, ideya tapmaq lazım olanda, videonu montaj elində və s. Bunlar hamısını mədəniyyət ocağında eləyir. Və saatlarla girib ayaq yolunda qalan bir insandır da, yəni. Əslində, dünən bu videonun ağlıma gəlmə səbəbi nədir? Dünən ayaq yolunda biraz çox oturdu. Dün baxmayın, birdən qızla zatla tanışarsam, şivənlik saldı. Oradan bir şübhə gəldi mənə. Qoy yoxlayaq, həm də video ideyası olsun. Bugünə kimi mənə çox insanlar deyib ki, oğlan axır əvvəl sənə xəyanət eləyəcək, sənin bütün əməyin boşa gedəcək, nə bilim, nə, bla bla bla. В общем, yəni ola bilər, insanlıq halıdır, eləməyəcək deyə bilmərəm, amma biz yaxşılıqları eləyəndə birindən qarşılıq gözlədiyimiz üçün eləmirik. Bunu eşqini Allah salır qəlbimizə. Aha, yazdı. Bəli, buyurun, Şəhriyardır, nömrəni hardan əldə etmişsiniz? Uşaqlara tapşırmışam, işçi birdən otağa yaxın gəlsə, məni çağıracaqlar. Nömrəvi hardan əldə etmişik? Aşkım, TikTokda var da nömrə, reklamla bağlı qoymuşsan da. Gerçi sonradan sildirdim ona. Nömrənizi TikTokdan əldə etmişik. Asistentim, nömrənizi TikTokdan asistentim əldə edib. Asistentim əldə edib. Özüm yazmaq istədim. İş çox böyük olduğu üçün. Ay dur, heyecanlandım.
Ay, bunu sizə yapışdırıb göstərmək var ya, böyük bir buyurun xoşdur və yanındakına baxın. Gözün görüm görürsüz. 2 dənə mötərizə gülmə işarəsi. Nədir də yəni bu? Sən niyə bir qadın sənə yazanda buyurun xoşdur? Belə bir mötərizə atarsan ki, yəni uca burada çaşdı. Nəysə, tamam, yazılış tərzi odur deyək. Mənlə də danışanda belə danışır bəzən. Mənim Qəbələnin, Qəbələ rayonunda turizm biznesim var. Təxmini 16 efrem ev kiraya verirəm. Təxmini yazmayayım, təxminisi olur bunu. Kiraya verirəm. Bunun reklamı lazımdır. Bunun reklamı lazımdır. Amma sadəcə sizlə çalışmaq istəyirəm. Gəlib qalın, reklam edin. Qarşılığında nə ödəniş lazımdırsa edərik. Yemək, içmək, hər şeyi asistentim təşkil edəcək. Gəlib qalın, reklam edin. Qarşılığında nə ödəniş lazımdırsa eləyərik. Yemək, içmək, hər şeyi asistentim təşkil eləyəcək. Qiymət soruşmuram. Yəni mən çox oliqarx bir qadınım. Yəni qiymət nə? Böyle insanlar hiçbir zaman para sormaz. Parası neyse veririm der. Özüm yəni varlı çox milyoner bir xanım kimi hiss edeyim bir saniye. Yazır hələ. Arkadaşlar, bu işin sonu umarım zibilə sarmaz. Umarım. Şəhriyar eminizə güveniyor musunuz? Çox sağ olun Jasmin xanım. Nə vaxtda planlaşdırırsınız? Nə vaxt? Ən tez nə vaxt alınarsa. Ən tez nə vaxt alınarsa, əgər razı qalsam 16 Efraimin hamısının reklamını sizə verəcəm. Çox cazib bir təklif yahu. Və sırf reklam və Ofelia xanımın səhifəsində yox. Öz şəxsi səhifənizdə reklam istəyirəm. Şəhriyar özü də Efraim ev reklamı bir neçə dəfə öz səhifəsində eləyib. Düşünəcək ki, yəqin mənim səhifəmdən görüb tapıb. 2 günə boşuq, sizin kimi xanımlarla işləmək xoşdur, güclü olmaq gözəldir. Bu nədir axı? Sən niyə durduq yerə kompliment edirsən? Bax, indi çıxıb onu qırtlaqlasam, deyəcək ki, iş təklif eləyirdi. Mən də işi götürmək üçün insanlarla xoş dilli danışırdım. Dur bir dəqiqə. Təşəkkür edirəm. Sizin kimi ağıllı bəylər işləmək də mənim üçün xoşdur. Bir dəqiqə. Nə danışır bu? Problem yoxdur, özüm də gələ bilərəm. Mən dedim ki, Ofelia xanımın səhifəsində yox, öz şəxsi səhifəmizdə reklam istəyirəm. Yazda problem yoxdur, özüm də gələ bilərəm. Sən uşaqların olmadan, yanında mən olmadan hansı rayona gedib reklam təklifini qəbul edirsən, məzələnsən sən. Çox sağ olun, özünüz burada yaşayırsınız. Xeyr, Almanya deyim. Almanyada yaşayıram. İclasa girirəm. Özüm sizinlə
əlaqə saxlayacağım. Təşəkkürlər. Qırmızı ürək qoyaq bir dənə. Görək nə cavab verəcək. Bunu yazıram, telefona çıxıram və mən otaqdan çıxmayacağım. Sadəcə baxaq görək gözəl yerdir. Buyurun, hələlik yazdı və belə bir smalik qoydu. Baxaq görək indi abu havası nə yerdədir. Şəhriyar, xoşum gəlmədi cavablarından. Heç xoşum gəlmədi. Tərlədim, Allah hamd olsun. Bu dəqiqə tərlədim də, yəni. Biraz üstündən keçsin. Görək nə edirik. Evet uşaqlar, gördüyünüz kimi 2 saatdə oturmuşam. Dahi buna su, çay, hər şey daşıyıram ki, bəlkə ayaq yoluna gedər. Nəhayət ki, göndərdim. Neyse, indi hücum zamanı. Artıq aktivləşirik. Mən buna birinci evin şəkillərini qoy atım. İlk öncə. Bir saniye. Tez ol, çıxmamış, tutum onu. Razılaşdığımız evin videosunu atacağım. Evet. Videoyu yükləyirəm. Göndərirəm ona sənət formasında. Fotoğraf. Aha. Evet. Evin videosunu atırıq. Ora baxmağıma fikir verməyin. Güzgüdən özümə baxırım. Evin videosunu göndərdim. Vatana millətə hayırlı olsun. Deməli neçə dəqiqədir? 15 dəqiqə keçibəcəm üstündən. Söhbətimizin. Ev yox. Buyurun. Evin videosu. İndi evin videosuna cavab yazsın bir dənə. Aha. Deməli ilk bu evi reklam edəcəksiniz. Razı qalsam digərlərini də göndərəcəm. Deməli ona dedim ki, ilk bu evi reklam eləyəcəksiniz. Videonu atdım. Aha, görüldü, addı çıxdı. Razı qalsam digərlərini də göndərəcəm. Deməli cavab yazsın, artıq keçəcəm şəxsi söhbətlərə. Aha, oxudu. Tez ol da, ürəyim sıxıldı ye. Sizin üçün ekran kaydı alıram. Gözəl evdə sağlığınıza qismət. Təşəkkürlər. Olar sizdən bir söz soruşum. Amma mənim danışdığınızı heç kəsə deməyin, xahiş edirəm. Belə bir şey deyim də, mənimlə danışdığınızı heç kəsə, o da mənə yazdı eyni anda. Soruşmaq ayıb olmasın, səmimi sual kimi qəbul edin, neçə yaşınız var? Sənə bir qadının, iş üçün yazan bir qadının yaşı niyə maraqlı olsun ki? 29. Bu nə səmimiyyətdir də, yəni nə səmimiyyətdir. Mən səni iş üçün yazmışam. Sözünü dinləyən ay xanım. Sənin aidiyyatı var, mənim kiməm, neçə yaşım var. Gənc və güclü iş xanımı. Görəsən başa düşüb onu yoxladığımı. Belə eləyir, bilə-bilə. Çünki yəni bu qədər insan
Siz Ofeliya xanımla evlisiniz. Şəhriyar, həyatının səhvini buraxma, xahiş edirəm. Həyatının səhvini buraxma. Həyatının səhvini buraxma. Yazdı, bir şey yazdı. Niye soruşdunuz? Maraqlıdır sadəcə. Həyatının səhvini buraxma, Şəhriyar. Həyatının səhvini buraxma. Sakit danışmaq məcburiyyətindəyim, eşidilməsin deyə. Dostuq. Nə? Dostuq mu? Biz sənlə dostuq mu? Okey. Sizin kimi bir bəylə bir yerdə yaşayıb necə sizə aşıq olmayıb o xanım. Sevindim buna. Görüntülü yığıram, görüntülü danışa bilirsiniz. Üz-üzə danışaq. Bu iş, reklam işini belə yazacağım. Və görüntülü yığacağım. Hünərin var, aç. Aça bilməz axı, tualetdədir. Hər ehtimalı belə tutum. Aha, ad boy verdi. Bir də yığıram. Hardayam. İclasdayam. İclasdayam da yox, iclasdayam yazıb. Allah'ım səbir. Üzürlü sayın. Nə iclası? İndi buna cavab ver. Hünərin var, indi buna cavab ver. Onlar problem deyil. Deyir, iclasdayam. Deyir, Ofeliya ilə dostuq. Ofeliya ilə dostuq. Səni mən 7 sülalə və bütün Azərbaycana biabır eləyəm. Sən də bax. Ya bu bilir mənəm məzələnir. Ya da ki, yəni bir insan bu qədər mi qansız olar? Bu qədər mi vəfasız olar? Yəni buna bir dənə qız şəkil tapaq, ataq. Bir saniyə. Nə? Deyir, mən reklam agentliyinin baş meneceriyəm. Agentlik sizin özünüzündür. Öz reklamlarınızı özünüz idarə edirsiniz. Yorulmayasınız Şəhriyar bəy. Hər kəsi bir başa sal. Mən səni başa salacağım. Bir saniyə, uşaqlar. Bir dənə qız şəkli tapaq. Dur, buna buna elə birinin şəklini ataq ki, yəni o sferaya qətiyyən baxmasın. Maraqlısız sadəcə. Bu iş çığırından çıxdı. Bir dəqiqə, bir dənə qız şəkli tapım. Tapdım, amma tam üzüm düşən şəkil atmayacağım buna. Yəni tam üzüm düşməsin, qoy. Ürəyi partlasın. Deməli, qız şəkil tapdım. Evet, belə bir qız şəkli tapdım. Üzü tam düşmür. Özüm də tam sizə göstərməyəcəm. Buyurun, evdən çıxanda çəkmişəm. Ekran kaydını açım sizin üçün.
Evet. Qızın şəklini attım. Yazdım, buyurun, evdən çıxanda çəkmişəm. Üzüm də sürpriz olsun. Qorxmayın, çirkin deyiləm. Açığı çox sevindim. Ofeliya xanımla dost olmağınıza. Ama sizin kimi bir bəyin də təklikdə qalması düzgün deyil. Sizin də həyatınızda biri olmalıdır. Maşallahınız var, gözəl xanımsız. Çox istərdim üzünüzü görüm. Sən mənim üzümü qəbirdə görərsən bundan sonra, ancaq görsən. Açığı çox sevindim Ofeliya xanımla dost olmağınıza, amma sizin kimi bir bəyin də təklikdə qalması düzgün deyil yazdım. Sizin həyatınızda da biri olmalıdır. Birinə həyatınızda yer var deyə bir soralım, bakalım. Bir də yığıram görüntülü. Qoy çox inansın da, yəni yalan danışmadığımı. Qoy əmin olsun ki, bu görüntülü yığırsa, deməli həqiqətən başqa adamdır. Birinə həyatınızda yer var yazdım və yazdı ki, əlbəttə təbii ki, amma indiki dövrdə mütləq. Mən gedəndən sonra taparsan birini. İnşallah. Qalmazsan tək. Bu videoya baxacaqsan da, yəni həqiqətən sənə demişdim, mənə nə səhv eləyirsənsə elə, bir dənə xəyanət eləmə. Mən çox sevgisiz böyümüşəm, çox sevgi, yəni ata sevgisi görməmişəm, qardaş sevgisi görməmişəm, çox sevgisiz böyümüşəm və mənə nə edirsənsə elə xəyanət eləmə demişdim sənə. Bunu necə bacardın? Əsəbdən gülürəm. Bağışlayın, pulları sayıram. 500 minə kimi reklam pulları yatıb, başım şişib. 500 minə kimi reklam pulları. Sənin o pişi sülaləlikcə bütün mal mülkünü yığsaq ortaya, acaba 500 min edərmi? Bu nə... Zarafat eləyir görürsən. Yəni bu qədərmi? Məncə zarafat eləyirik. Təklifdir bu. Birinə həyatınızda yer var yazdım, yazdı təklifdir bu. Niyə də olmasın? Şəhriyar, bunu həqiqi elədinsə Şəhriyar, konsertin davamı yolda da tələsmə. Belə eləyirik. Sabah sizi dəvət edirəm Qəbələdəki Afreymə. Mən də orada olacağım. Sizinlə bir axşam yeməyi yeyək. Buradan Qəbələyə sənin getməyin var. Ofeliya ilə dostluq dediyi yerdə hələ də ilişmişəm. Yəni, özümü inandırmaq istəyirəm ki, məndən zarafat eləyir. Özümü buna inandırmaq istəyirəm. Çünki bu qədər biz videoya uşaqlarda baxacaq deyə. Çox bacardığım qədər güləriz və mədəni şəkildə danışmağa çalışıram. Amma özümdən asılı deyil. Yəni, bu dəqiqə çox pis əsəb və tər gəlib mənə. Əsəbdən bu dəqiqə, yəni istərdim yaxından tanışıq. Bu belə çıxır ki, onda bu 2 il ərzində hər ayaq yoluna girəndə birdən qızla danışırmış da. Belə çıxır ki, bu saatlarla ayaq yolda oturma söhbətləri bundan ibarət imiş. Yox, ideya fikirləşirəm, yox, video montajlayıram, yox, nə bilim, reklam danışıram. Deməli, hər danışdığın reklamda sən mənim boynuzlamısan da. Belə çıxır bu. Gedirəm.
deməyə gedirəm. Belə olmayacaq. Yoxsa mən bunu paralayaram. Onlar uşaqlar da o şəkildə gələcək. Aha, bir dəqiqə deyəsən söhbəti düzəldir. Onlar uşaqlar da o şəkildə gələcək. Olmasalar daha sevinərəm. Sizi yaxından baş-başa tanımaq istəyirəm. Həm iş məsələləri olacaq, Efreimləri gəzəcəyik. Yorularlar. Amma məcbur edə bilmərəm. İstəsəniz gətirin. İstəsəniz gətirin yazdım. Şəhər, buradan fırlada bilərsən söhbəti. Son şans verirəm sənə. Buradan söhbəti fırlada bilərsən Şəhər. Nə yazırsınsa yaxşı fikirləş Şəhər. Cavab yazır. Çox uzun çəkdi bu arada. La havle ve la kuvvete illa billahil azim. Biraz fikrini dağıdaq. Başqa bir şəkil ataq. Bir dənə də şəkil göndərirəm. Bu da başqa şəklim. Bir dənə də şəkil göndərdim və yazdım, bu da başqa bir şəklim. Sizdən bir xahiş edim, özünüz bilirsiniz ki, biz çox tanınırıq. İstəmərəm insanlar yanlış tanısın məni. Olar ki, mənimlə danışdığınızı kimsə bilməsə sevinərəm. Yox, yaxşı olar, tək olaq. Aha, şaka. Ciddisiz. Maşallah, model kimi görünürsünüz. Hə, yoga ilə məşğulam. Bəs sizin ailəniz var? Xeyr, subayım. İş gücdən evliliyə vaxt olmayıb. Amma artıq düşünürəm. Bu qədər iş yetərlidir. Ürəyim sıxılmağa başladı. Həqiqətən ürəyim çox pis sıxılmağa başladı. Yəni, mən necə ola bilər 2 ildir bir evin içində yaşadığım insanı tanımaya bilərəm. Yəni, mən bu qədərmi safam, bu qədərmi avamam, bu qədər müddət, gör nə qədər insanla danışıb onda. Hə? Gözdə aşkım, gələm mən. Mən ağır nə? Atletika ilə məşğulam. Əzələmdən görünür. Hə, görünür. Sən indi ağır atletika ilə məşğulsan Şəhriyar. Qarnındakı qrijaya yaraşır elə. İclasdan çıxmadınız, yığardım sizi. Çıxın 2 dəqiqə görüm üzünüzü. Sənin başına oyun açdım. Sənin başına bundan sonrasında oyun açdım. Gör səndən nə hoqqalar verəcəm. Həyatında görmədiyin dərsi verəcəm sənə. Uşaqlar evdə olmasa indi dağıdardım qapını. Uşaqlarıva şükür elə. Uşaqlarıva dua elə. Mən bu qədər avam insan olmamışam da, yəni. Mən nə bilim, mən dedim ki, yəni, mən onun, yox, inanın, hamı başım üstədə tək qalmışam ortalıqda. 2 dəqiqəlik çıxın. Çıxın çölə, danışaq. Mən düşündüm ki, mən bunun həyatına bu qədər qatqıda, bu qədər yaxşılıqda bulunmuşkən türklər demiş, açmır. Çıxım deyəcəm sizə. Gözləyirəm.
görüşməm var, tez olun. Siz də mənə şəkil ata bilərsiniz. Ne kadar işler falan utandırırsın beni hal-hazırda bu dinans ne kadar işler döşürüm hamısı kalır burada dehşet bayağıdan başım karışıklara çımıran bekler de çizgiye ben bu iclası yolu verin. Tuvalette iclas keçirdir. Şəklini atdı. Nə bilim valla. Yəni nə belə insana nə deyəsən? Bu qədər yaxşılığa, bu qədər vəfaya, bu qədər sədaqətə, bu qədər vicdana qarşılıq bu cür vicdansızlıq eləyirsə, mənim bunun sözüm yoxdur. Mən bu qədər vaxtımı deməli boşa xərcləmişəm də. İçimdə qopan o hissi, o fırtınanı, o vurub dağıtmaq hissini sizə bir başa sala bilsəm, yəni zarafat eləmir bu. Bu ciddidir. Bu şübhələnməyib belə. Şübhələnməyib bu. Gör bu nə qədər adamla danışıb bugünə kimi ki, bu şübhələnmir, Ofeliya ola bilər. Sevmədiz deyəsən. Sevmədik deyəsən. Səni elə hala gətirəcəm ki, səni bir də ömür boyu heç bir qadın sevə bilməyəcəksən, tələsmə. Sənə demişdim də, mənə bir gün bu hərəkəti eləsən, sənin başını oynatacağım demişdim. Mən sizi əvvəldən bəyənmişəm. Zənginizi gözləyirəm. Şu. İndi hal vəziyyət belədirsə, əgər bu mənə bu vicdansızlığı, bu atışı gəldisə, mənə qarşı bu vəfasızlığı göstərdisə, mən bundan sonra yaxşı insan olmağımın nə mənası var? Bugünə kimi öz halımın ən yaxşı versiyasıydım. Amma çox pis güvənim qırıldı. Bunu mənə eləməməliydin, Şəhriyar. Çıxdı tualetdən. Tualetdən çıxdı. Bunu mənə eləməməliydin. Mən sənə görə bütün həyatımı dəyişdirdim, hər şeyi dağıtdım, yenidən yığdım. Həyatımdakı hər kəsi sildim. Heç nəyi, heç kəsi gözüm görmədi mənim. Heç kəsin sənə eləmədiklərini mən elədim. Sənə o qədər vəfalı oldum, o qədər sadiq oldum, o qədər bütün ən gözəl duyğularla yaxınlaşmışdım sənə. Mənim üçün xəyanət olması, qəbul olunması üçün bu qədəri bəsdir. Ofeliya ilə dostluq əla. Şəkli istədi, şəkil göndərdi. Tək başına başqa bir qadınla mən olmadan görüşməyi qəbul elədi və məndən icazə almayıb, mənə xəbər verməyib. Məncə bütün bu nalayiq hərəkətlər xəyanət sayılır. Mənə buradan sonra müdafiə eləməyə yerin yoxdur, özümü. Bu xəyanətdir. Sənin başına elə oyun açacağım ki, tələsmə. Sən bu imtahandan keçmədin. Sən bu imtahandan keçə bilmədin. Çıxım iclasdan yığacağım sizi. Oldu, sevindirdiniz məni, ürək.
Allah'ım sabır 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 sabır. Bu kadar vicdansız olabilmez. Bu kadar olabilmez. Bu kadar olabilmez. Bu kadar olabilmez seni. Sen bu kadar olabilmezsin. Açmır telefonu, açmır, zəngi açmır, tükürüm buradan sifət ver. Açmır, zəngi açmır. Aç, sən həyatının sürprizi ilə rastlaşdıracağam. Uşaqlar evdə olmayaydı Şəhriyar. Uşaqlar evdə olmayaydı. Səni nə günə qoyardım? İnsan necə belə vəfasız, necə belə şərəfsiz ola bilər? Necə? Mənim kimi insana da sən bu hərəkəti elədin. Nə işə yarayırsan? Yar, hara getsən? Şimdi ustayı da. Ustaya bu saatda. Bu saatda? Saat ne çalışıyor? İş vaxtı bitib də. Saat 6:15'e kaldı. Makyaj videosu çəkirəm. Salam denən uşaqlara. Evet arkadaşlar nasılsınız? Ağzıma derman vurmuşum. Uşaqlar yazıq deyə xəstələnib. Ölərəm sən üçün. Necə minnoşdur. Həyatımda tanıdığım ən yaxşı insansan. Tamam. Mənim ürəklərimdir. Get gəl. Tez gəl ha, amma yaxşı xahiş eləyirəm. Bekliyorum. Sən üçün dadlı yemək bişirəcəm. Mati arkadaşı yatabilmem için. Gucci Aslı. Ona telefondan eşələnir. 100% qızı yığır ona bax. Telefonunu da görsənir buradan ekrana. Ay bədbəxt. Ekranın görsənir. Getdi. Usta bəhanəsi ilə çıxdı qızla danışmağa. Görün, bax, görün. Kişilər budur. Vəfasız. Ən belə məxluqatdan məxluqat. Heç nə demirəm. Baxarsan. Çıxdı çölə və çıxan kimi ilk işi Jasmin xanımı yığmaq oldu. Əziz izləyicilər. Bu da insanlıq. Sənə bu günə kimi nə eləmişəmsə haram xoşun olsun. Sən övladların üçün elədiklərim başqa. O mənim Allah tərəfindən qəlbimə düşən eşqi idi. Amma sən heç birinə layiq deyilmişsən. Bax, balaca uşaqlar belə səndən daha vəfalı çıxdılar. Daha sadiq çıxdılar bu günə kimi. Sənə sadəcə ayıb olsun. Siz bu videoya baxırsınızsa əgər, bilin ki, mən artıq Şəhriyarın həyatında yoxam. Şəhriyar da artıq mənim həyatımda yoxdur. Bunları bütün bu hekayə bitəndən sonra bütün Azərbaycanla bölüşəcəm. İndi də bunları paylaşıb ona çox gözəl bir sürpriz eləyə bilərəm. YouTube-u açar və öz biabırçılığını görər. Amma bunu indi paylaşmayacağım. Bunun davamında onun başına elə oyunlar açacağım ki, siz bu videoya artıq baxanda mənim Şəhriyarla yaxından uzaqdan belə artıq əlaqəm qalmamış olacaq. Amma heç nə demirəm. Ağlayıb özümü zəifdə göstərmək istəmirəm. Amma keçirdiyim 2 ilə yazıq. Çox yazıq.